yana bir yana. Yaxşı. Göqərci, qardaş, Allah bərəkət versin. Sən üçün də daşamırsan. Nə istəyirsən, biz kişilərin babalını yoğursan. İndi qardaş, görə gələkdə qardaşımız nə deyir? Nə məsləhətdir, necədir? Değişmə. Onda belə edək, əvvəl. 2-2 əla olar. İndi ikisimiz birimizlə, ikisimiz birimizlə. Bu ələ hamısı öz adımıza layiqdir, kəndimizə layiqdir. Deyirsən, birini də deyərik. Bir dənə meşədə xahiş edib əleydən qarşı dindən limandan bir şey deyir, əkəli deyir. Allaha qurban. Yox, yəni qafiyə bəllidir, deyir ki, dindən limandan bu kişi, dindar kişidir, ruhani adamdır. Bəlkə meşədə deyilən yaxşı, gözəl, hamısı gözəldir ya meşədə. Yaxşı bir Allah haqqında, din haqqında qəzəli var, bəlkə onu bilsin. Hayır. Sonunda eşidən şübhə Bəlkə İslam işini de onu İslam zəhmət olur. Namuslu da var, namuslu. Onda şey namuslu. Yaxşı, sərəfətin öz yeri, dinin imanın öz yeri. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Gör haq sənin üçün neçə səhmanı yarattı, 6 günün ərzində bu dünyanı yarattı. Sonra baban Adəm, nənən Həvvanı yarattı. Dərin düşün Allahını sal yada ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Peyğəmbərimiz Ali Məhəmməd kimi insan dəvət eləyibdir bizi İslama o hər an. Çün həqdən ona nazil olub ayə-i Qur'an. Sən də çalış həq yolda olamadə ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Allah buyurur, kim ki getirsə mənə iman, neynim deməyə qoymaram o bəndəmi bir an. Axırda ona vəd edirəm cənnət-i rizvan, gəl düz yola ol ta ki halalzadə ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Hər kəs ki bu dünyada ədalətsiz olarsa, verməzsə zəkat, xümüs səxavətsiz olarsa, bir bəndə ki Allah'a ibadətsiz olarsa, barsız bir ağacdır quru səhrada ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Allah buyurur, kim mənə şəkk eyləsə hərgah, öz varlığımı eylərəm o bəndəyə agah. Baxsın dənizə sadəcə, bilsin ki var Allah, kimdir yatıran dalğanı dəryada ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Zikr eylə sal öz Allahını yadına hərdəm, tərif də böyük Allahının adına hərdəm. Allahdır çatan çünki sənin dadına hərdəm, sən də çalış hərdəm çatasan dada ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Gəl rəhmə ki həzrət əlinin rəhmini yad et, məzlumları, bikəsləri, acizləri şad et. Dünyada fəqət yaxşılıq ilə çalışad et, bir yaxşılıq oldu çatan imdadı ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Dünya malına olma həris gəldi gedərdir, gör lüt yaranır, lüt də gedənlər nə qədərdir. İnsan bunu bir olsa xəsis ömrü hədərdir, bir pay özüvə saxla dolan sağda ey insan. İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Hər kəs ata Allah tərəfə bir dənə attım, Allah birə min eyləyər o bəndəyə yardım. Kaş ki bunu dərin düşünə, dərk edə xalqım. Çoxdur bu sözün qiyməti mənada ey insan.
İstərsən əgər gedməyəsən badə ey insan, Allah yoludur, haq yolu dünyada ey insan. Yazdım bu gözəl kəlmələri mən sizə qardaş, nə olaydı ibadətlə keçəydi ömrün kaş. Bəsdir daha at hər şeyi gəldiyinə keçir yaş. Allah verəcək əcrini üqbada ey insan. Allah sizdən sağ olsun. Mən bir dənə dilxoşluğlu söhbət edeyim. Düşən mən bu şehri bir yerdə dedim. Gəldi bir din xadimi idi, at çəkmirəm, tanıyıb bəziləri onu, at çəkmirəm. Gəldi öpdü, qucaqladı məni. Bir də halal olsana, sən bunu yazmışsan. Ancaq sən əhli halsan, meyxana adamısan. Bunu eğer deyirsənsə, gerək bir balaca sən özün də. Mən baxdım, bu da düz deyir. Amma ki, gerək meyxana deyən də başa düşəsən də. Mənim yolumdan axı dindir, bulandır. Qəlbim Allaha bağlıdır, ona söhbət yox. Qaldım buna nə cavab verim? Dedim, axsaq qalb düz deyirsən, ancaq üzr istəyəm səndən, qoy bir dənə də mən deyim. Ona söhbət yox, yaxşı qoyunsansa qoyduğun alın, mən bunu bilirəm. Ancaq bir dənə məsəl var, günlərin bir günü bir molla mədrəsədə neçə şagirdi dərstləyir, neçə illər. Bir 5-6 ildir, bir 100 şagirdi də məsəl üçün dərstləyir. Hər dəfədə bu şagirdlərə tapşırır ki, ay bala, bura Allahın evidir, bura məciddir, mədrəsədir, bura pak gəlin. Üstünüz də pak olsun, qəlbiniz də pak olsun. O kimdə murdar şey götürməyəsiz bura, nə qəlbinizdə, nə üstünüzdə, nə başınızda. Hər dəfə onu tapşırır. Gündən bir günü belə olur, molla özü, üzr istəyirəm, ulaqla necə olursa gelir mədrəsənin ayətinə də, ulaqda maşın qızı olmayıb, ulaq olur, mollaların elə ulağı olur. Molla Nəsrəddin deyəcəm, var, jurnalda çekilir. Girir ulaqla mədrəsəyə, tələbələr onun üstünə gürrah verirlər. Ay molla, bəs sən bizə 5 ildir, 6 ildir deyirsən ki, bura murdal gəlməyək, eləməyək. Sən indi Allahın murdal ulağını soxmusan mədrəsəyə. Biz bunu necə başa düşək? Molla da dedi, ay tələbələri, siz mənim ələdiyimə baxmayın, siz mənim dediklərimə qulaq asın. Siz mənim ələdiyimdə nə işiniz var? İndi qardaş, şairin sözünə baxarlar, özünə yox. Bu elə belədir, siz buna qulaq asın, yaxşı olacaq sizin. Allah canınız sağ olsun.